o tərəfə qaçanlar bir siqnal verir. Bu səmtə qaçanlar bir-birinə siqnallar verirlər. Mən də elə bilmədiyim səmtə də elə hara gəldi ki, qaçım indi fikirləşirəm bir maşından, atdan, zatdan əlimi harda tutdum, kim çıxdı qabağıma, tutum alım əlindən bitər aradan çıxım da. Ancaq qollarım bağlıdır, bilirəm ki, məni görsə, kim görsə, heç kim də yerə yaxın buraxmaz da, yəni. Gəldim, 4 saatdan çox qaçdım mən, dayanmadan. Haralardan keçdiniz? Belə Getdiyiniz ərazi daşlığı idi, səhralığı idi? Daş, daş, belə qış dizlərim dəyir, daşlar eləyir, qan su basıb gələrdi. Dayanmadan daşa zada dəyir, hiss eləmirəm. Daşa dizim dəyir, qaranlıq, zülmü qaçıram da, canı yox qaçırsan, ölümdür da, həmən dəqiqə vuracaqlar bilir. Gəldim orada, yolda, susuzluqda gəlib, gördüm elə bir su səsi gəlir, elə belə dayanıb, dincələn vaxt belə qarışıq bir yer, ağaclıqda belə tikanlı bir yer. Ora gündüz, məsələn, adam ürəkləyib girə bilməz. Mən hələ qolu bağlı girdim orada, suyu tapdım, içdim elənci. Sonra da elə oranı elə dağda ora, yer idi də, belə qəliz bir yer idi. Çıxdım yenə qolu bağlı oradan, yenə də qaçdım. Su içdim, biraz özümə ki, gəlim də, biraz özümə gəlim, yenə də qaçdım. Gəldim, biraz dərə var, dərənin içi ilə də biraz qaçdım, bir yarım saata kimi qaçdım. Gəldim, axır gördüm, səhər açılır, demə, şükür Allaha bu səs zat da gəlmir. Amma belə də, elə bilirəm ki, uzaqlaşmışam da, çox uzaqlaşmışam, çox qaçmışam. Qaçdım, gəldim, oturdum. Beləncə da yorum ki, mən də hissiyat da yoxdur. Elə belə da, indi istəyirəm ki, 5-10 dəqiqə oturum, yenə qaçım. Hara gəldi, qaçıram da, amma bir tərəfə qaçıram. Daha eləmirəm də, yəni o fırlanıb yenə əvvəlki yerə gəlməyim deyə bir tərəfə qaçıram, bir səmtə. Qaçdım, belə baxdım, gördüm, stolbalar görünür beləncə. Elə Allah törən səhər təzə namaz vaxtı açılır belə. Baxdım, gördüm, stolbalar görünür. Elə fikrimə gəldi, indi İranın telləri də, stolba telləri belə, işıq tel. Biraz da səhər açıldı, belə baxdım, gördüm, yox, bu sərhədə oxşayır. Sərhəd telləri. Heç ağlım başımda da qətiyyən olmayıb ki, ağlım başımda. Bura ancaq Azərbaycana yaxın ola bilər. Burada nə Ermənistan, nə Türkiyə. Amma mənim ağlıma o gəlib. Ben elə bir şey, ya Türkiyənin sərhəddi, ya da gör mən nə vəziyyətdə çaşmışam ki, elə mənim birinci ağlıma gələn bu Ermənistan sərhəddi olacaq, ya da Türkiyə. İndi o gəlib də ağlıma ki, İranla bunlar sərhəd. Azərbaycan isə ağlıma gəlib. Dedim, gördüm ki, sərhəddir, dedim. Sonra fikrimə gəldi, bu hansı sərhəd olur olsun, qaç keçdə. Ermənistan da olsa qaçıb keçməli. Bunların əlindən qaçıb. Qaçıb sərhədi də eləncə tellərin qopardı, belə qolu bağlı. Dartdım, biraz boşaltdım aşağı, o birisini boşaldı yuxarı. Zora salıram da, qadağla vurulmuş tellərdi, qopardıram. Üstündən də aşmaya mümkün deyil. Əyaqlarım zat, belə əyaqlarım zadım yox. Keçdim arasından tellərin. Tellərin arasından keçəndən sonra biraz da qaçdım. Dedim, oradan məsələn avtomat gülləsi zad atarlardı. Biraz qaçdım, bir 3-4 kilometr gəldim, bir yola çıxdım. Yolu da keçdim. Əksərə. Bilmirsən hara? Bilmirəm, heç qəti ağlıma gəlmir, mən hara keçdim. Elə bilirəm Ermənistana keçmişəm. İndi təsəvvürümə elə gəlir. Türkiyədən qabaq yağan Ermənistanla. İtirmişəm də, baş ad yadını. Yəni elə belə vaxt adama, məsələn, mən neçə vaxt özümə gələ bilmirdim. Məsələn, mən bir dəqiqədən artıq o hadisəni fikirləşə bilməyən vaxtlarım olub. Mən o bir dəqiqədən artıq fikirləşəndə başım tüy olurdu. Gedirdi, elə qorxu düşür, nəysə olurdu, belə başım itirir. Onu qaçdım, beləncə biraz gəldim, çıxdım bir dağın başına, indi yola baxıram, görüm burada hansı maşinlər gedəcək, bizim maşin, Türk maşini, erməni nömrəsi, hansı maşin gedəcək. Gəldim, düşdüm, görüm də bizim dağlarda Velis maşinindən çox istifadə olunur yardımda.
Gördüm bir dənə velis gedir. Keçmiş bir müəllim vardı, ona oxşatdı belə kənardan. İstədim çağıram bunu, da nəsə ürək eləmədim. Qolum da qandallı idi elə. Sonra qayıtdım, başladım bu sərhəd qırağı getməyə, Oğuzla, bizim tərəflə gedirəm sərhəd qırağı. Gəldim ahar elə bizim tanıyan o kənd obalarına gəldim, çıxdım məni tanıyan yerə. Onlar da bilirdi mən orada tutulmuşam. Gördülər. Sonra üstələ Həmin orada olan şəxslərin reaksiyası necə olur? onlar biraz mənə görəndə biraz indi rəhmətə gedənlər elə hamısı çoxu rəhmətə gedib, biraz elə qışqırdılar belə də, qadınlar zətdə biraz şey oldular. Biraz Siz hansı qiyafətdəydiniz təxminən? mən elə bil o Beyrəküzü kiloyuna baxarsan, elə ki, üst baş cırı, nə gündə o qol bağı, ancaq paltarımı üstümdən aşırıb qolumun üstünə salmışam ki, birdən Ermənistan zadı olar bura. Baş təmiz itib, amel, məzədən tərtəmiz, nə var danışım. Baş itib, deyirəm birdən ermənilər qandalzad görərlər, deyərlər bu hardansa qaçıb, ya və yaxud kimsə, ya məsələn kimsə görməsin də qanır. Elə bir köynə aşırmışam, altda köynəyim var, amma biraz elə kurt kafasım var üstündə, onu aşırmışam, qandalırsa güya qolumun üstünə nəysə atıb gedirəm. Gəldim, obalarda biraz yeməkdən zaten rahatladılar, elə ki yerzad yatdım orada. Sonra usta çağırdılar, usta gəldi, qolumun birini açdı, qan var. Nəyini açdı? İğne ilə açdı. Ustanın başı çıxan adam idi. Çox əlləşdi, axır iğne ilə açdı. Onu elə bəlkə də bir 2 saat əlləşdi üstü. O vaxt elə çox da qandal görən var idi. Qandalı indi məsələn bilirlər, hər şeydən baş çıxır. Onda kim görmüşdü ya? Sonra da elə oradan bir dənə məsələn obada yaşayan elə bir qohumun evinə gəldim. Elə bir 2-3 gündə oradan da sonra evə gəldim. Qandalı saxlayırdım. Qandalı yadigar saxlamışdım. O elə belə özü deyirdi də, o polkovnik mənə deyirdi ki, bu elə belə yəni Sovet hökumətində belə bir tarixdə belə bir şey olmayıb. Ümumiyyətlə İrandan qandalla qaçmağın nəyə bərabərdir bu? Bir məhkum əgər qandalla qaçırsa, bu nə deməkdir? Elə bir orada bir məhkum qaçıbsa, tutaq ki, hələ belə boş qaçıbsa, tutaq ki, orada rəisə məsələn 10 il, amma qandalla fərqi yoxdur. Elə silahla qaçıbsan. Eyni statiya orada. Onlar məsələn 10 il alacağı verəcək 20 il. Orada biraz onlar üçün utanverici, elə onu yəni bizdə məndə istintaq zamanı deyiləni deyirəm. Onlar üçün yəni pozor olub o şey, onların elə hökuməti pozor olub. Bir var elə belə dustaq qaça, bir var qolu qandalı qaça da səni təmiz aşağı. Ona görə məni çox qorudu o. Ondan sonra mənə dedi, laf belə mənə neçə dəfə xəbərdarlıq eləyirdi ki, onlar söz veriblər ki, səndə o qisası qoymasınlar, səninlə olacaqlar səni. Məsələn, sərhəd bölgələrinə mənə icazə vermirdi gəlməyə. Deydi, məndən icazə al, hara getsin. Qayıtdıqdan sonra, yəni Azərbaycanda sizlə bağlı araşdırma aparılırmı? Bizim hökumətdə, yəni aidiyyatı orqanlar, o işlə apardılar, qandalı təhvil verdilər ora. Məndə də 3 ay istintaq getdi, yəni bağlananda mənə onu məlumat verirlər ki, sənin istintaqın qutardı. Yəni çağırırlar sənə, onu üzvə deyirlər ki, sənin istintaqın bağlandı. Yəni ki, nə tər oldu bağlandı. Yəni ki, rəis 10 il, qandal hələ qayıdandan sonra, İranda rəis həmən qaçdı 10 il, mavini 3 il, qalan işçilər də 6 ay hamısı həbs olundu. Ona görə ki, təsdiq olundu ki, bunu sən özün hələ o 3 aya kimi onların məsələn istintaq işi getmişdi, nə getmişdi, o vaxtaca mənim istintaqım gedirdi, yəni nəzarət altında deyil. O ki, onlar hamısı bir nəfərə kimi həbs olundu. Burada bizim öz hökumət mənə aidiyyatı orqana çağırırlar, deyirlər, sənin işin bağlandı. Çox güclü işləyirdi bizim xüsusi xidmət orqanları, hər şeydən məlumatları olurdu. Mənə də xəbərdarlıq edirlər, məsələn, belə deyək də, yəni necə deyirdilər, elə də deyirlər, məsələn, onlar o pozor olublar, onlar onu yemək istəmirsən, vuracaqlar, söz veriblər özlərində, qisas alınacaq.
yəni o vaxtdan istintaqı bağlandı. Mənə də yəni qanuni deyildi ki, yəni sənin işin qurtardı, tam sənin xeyri. Yəni sən düzəldin, amma indi nə olmasa deyirlər. Sonradan ay şükürlər olsun hökumətimiz gücləndi, öz yerini tutdu, öz ulu öndər rəhmətli, hər qanuni sərhədlər bağlandı, təmiz arxayınçılıq yarandı. Tam bağlandı da sərhəddən indi şükür Allaha çox yüksək səviyyədə qorunur hər şey. Hökumət tutdu öz yerin. Mənə də ondan sonra icazə verdilər. Deyirlər hara istəyən getdim öz rayonuma da, kəndimi də arxayın. O sərhədlər. Bir də sizin bu iş bağlandan sonra dövlət tərəfindən sizə bir mükafat da ayrıldı. Bəli, mükafat. Necə oldu və nəyə görə oldu? Orada bəzi detalları mənə dedi, buna görə. İndi məsələn mən orada olduğum müddət məndə çox məsələn informasiyalar da var idi. İndi onlar bizim öz dövlət işlərdə, indi onlara hamısını demək olmur, amma ona görə indi bəzi hallarda oldu orada. İndi onların hamısını açıqlamaq olmaz. Ona görə mənə dedi ki, mükafat yazılıb yuxarıdan. Yəni necə deyib elə deyirəm. Yəni bizim nə qədər idi bəli? Aidiyyatı orqanlar aparıb istintaqı dedi sənə premiya deyirlər də o vaxt dedi sənə $1000 premiya yazılıb. Sənə verəcəklər, o ödəniləcək sənə. İndi nəysə orada mən bilirəm nə olmuşdu. Yəni onu da mən götürmədim, imtina elədim. Dedim onu Qarabağ fonduna köçürdərsiniz mənim adımla, mən istəmirəm. Yəni onu eləmişəm, qandalı da hökumətə ona görə təhvil vermişəm. Ya da onların öz işləridir o hökumətin işinə mən. Onlar nə elədilər, nə tər elədilər, o dövlətə, hökumətə aid olan şeylər. Yəni onlar da indi, amma mənim təhlükəsizliyimi axıra qədər, hələ nə vaxt, həmişə yəni mənim təhlükəsizliyimə maraqlanıblar, soruşublar. Yəni ki, hələ ki, məsələn, mən neçə dəfə gedmişəm, mən icazə vermirdilər getməyə. Mən hələ bu günə kimi nəinki ora getməmişəm, heç, məsələn, sərhəd rayonlarına elə qoymurdular da, icazəsiz getmədi. Yəni, çox ciddi nəzarət eləyiblər, o vardı o yəni fakt. Biz o vaxt ora Alverəzada gedib, bizi tanıyan adamlar var, onlar bizə, məsələn, sonradan mən getmədim də, orada elə o işə görə, məsələn, ola bilərdi sənədlə qaçaq yolda çox adam sənəd çıxandan sonra sənədlə getdi, amma mən gedə bilmədim də orada Rozkıda olduğuma. Amma xəbər verirlər, orada deyirlər ki, o müəyyən qədər yatandan sonra, türmədə də, zindanda orada çıxandan sonra o bizim tanışı görüb orada deyib ki, mən əvvəl türmədə fikirləşirdim də, çıxıb gedib o adamı mən vuracam da, yəni mənim 10 il, yəni əzəm mənim heç çox narahat oldum, mən hələ qaçdım onun tutulmağına, yenə də narahat oldum ki, onlar mənə görə hamısı, amma mən məcbur oldum da, məcburiyyət qarşısında, ikincidə eləcə o güc məndən asılı da olmadı, ikincidə. O mənə xəbər göndərmişdi ki, mənə xəbər göndərməmişdi, o demişdi orada. Bilir də mənə deyil. Demişdi ki, indi mən onun qapısına, onu vurmağa yox, dizi gedəcəm. İndi onu nə məqsədlə demişdi? Çünki mən ona orada dedim, sən nə hökumətə arxayın ol, nə heç kimi, nə də mənim qolumun bağlılığına arxayın ol. Sən sabah burada mənim yerimdə məhkum kimi oturanda məni tanıyacaq. Biləcəksən ki, rəis mən idim, yoxsa sən. Sənin rəisliyin müvəqqətidir. Sən məni onda tanıyacaqsın. İndi o da yəqin ki, 10 il oturandan sonra başa düşüb bu kişi nə deymiş. Yəni ona görə deyib ki, mən gedib onu tapıb dizi gedəcəm qapısına. İndi hər şey bizim fikirləşdiyimiz, bizim hesabladığımız kimi, bizim qurduğumuz kimi geçsəydi nə vardı ki? İndi sərhədlərimiz bağlıdır, yəni tərtəmiz qorunur, güclü. İndi hər yerdə əgər azca da olsa, amma bizdə hər şey demək olar ki, qısa vaxtda çox yaxşı düzəldilər hər şeyi. Yəni gedirdi o bir dövlətlərə, bu dövlətə beləncə indi bizə başqa cür hörmət olunur. Az bir müddətdə məsələn bizdə çox
yüksəliş çox getdi, çox getdi. Yəni həmişə deyirəm mən bu indiki kamera qarşısında mən həmişə belə deyirəm. Bir o yaxşını da görmək lazımdır. Yaxşı çoxdur, çox. Hər şey indi öz qaydasında, hər şey o dövrlə bunu hesablayanda o qarışıq dövr, heç kimi yığışdırmaq olmurdu, heç kimi tanımaq olmurdu. İndi hər şey elə əsas məsələdir təhlükəsizliyimizi mən həmişə deyirəm. Deyirəm bax o məsələn elə o və bilmirəm bura deməlidir. Deyirəm ki o təhlükəsizliyi sən tərtəmiz qoyulub bir şey olan kimi zəng eləyirsən falan yerə. Açıq deyim də onun üçün çox adam onun dalınca gedir də ona. Amma indi heç o söhbətlər indi gülməli gələr. Məsələn kimsə onun üçün ara. Maşallah indi elə su qiymətinə demək olar ki, hər şey elə su qiymətinə. Onda bir dənə 50 kiloluk bir qoyunun pulunu idi. İndi hər şey çox qaydasında vallahi. İndi düzünə qalsa hər şey qaydasına qoyulub, yerinə qoyulub. Elə o sərhəd özü daxil olmaq şərti ilə. Sərhəd yəni qarşı istənilən adam o tay bu tay cinayətkar olsun, kontraband hamısı gəlib keçirdi də açıq şəkildə. Amma indi o şeylər yəni təmiz yığışılıb da fakt yoxdur elə şey. Yəni heç kim deyə bilməz ki, hardasa keçid var ya, nəysə keçmək mümkündür, yoxdur elə bir şey. Şükür olsun. Bugünə də şükürlər olsun.